Onunla nəsə düz getmir. Körpədə sapmaları necə tanımaq olar? Əslində bu suala dəqiq cavab yoxdur. Çünki bir çox diaqnozlar və sapmalar uşağın müəyyən bacarıq və motor vərdişlərinin birləşməsidir. Ona görə də iki şeyə diqqət yetirmək lazımdır. Pediatrın dediklərinə və bacarıqların təxmini əldə olunma müddətlərinə. Onlar şəkildə göstərilib. Yaş dövrlərinə uyğun motor və hərəkət bacarıqlarının daha ətraflı təsviri də var. Bu Bender şkalasıdır. Ümumiyyətlə, kiçik uşaqda sapmaları tanımaq asan deyil, çünki bəzi məqamlar uşağın fərdi xüsusiyyətləri ola bilər. Sosial şəbəkələrdə valideynləri qorxudan autizmin erkən əlamətləri barədə çoxlu videolar var. Belə videolara inanmağı məsləhət görmürəm, çünki həqiqi diaqnozu yalnız mütəxəssis və yalnız müəyyən yaşdan sonra qoya bilər. Əgər uşağın davranışında sizi narahat edən hansısa xüsusiyyətlər varsa, pediatra və ya nevroloqa müraciət etmək faydalı olar.